rubrikamızın bu dəfəki buraxılışında əlilliyin qiymətləndirilməsi prosesi ilə bağlı vacib bir məqama aydınlıq gətirəcəyik. Bir çox hallarda vətəndaşlar əlilliyin qiymətləndirilməsi üçün tibb və səhiyyə müəssisələri tərəfindən Forma 88 sənədinin tərtibi ilə bağlı hər hansı problemlə üzləşdikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və ya onun qurumlarına müraciət edirlər. Əslində isə göndəriş tibb və səhiyyə müəssisələrinin həkim məsləhət komissiyaları tərəfindən tərtib olunduğundan, bu mərhələdə hər hansı çətinliklə üzləşən vətəndaş müvafiq komissiyanın tabe olduğu quruma, yəni Tibbi Ərazi Bölmələrini İdarə Etmə Birliyinə və ya Səhiyyə Nazirliyinə müraciət etməlidir. Qeyd edək ki, Həkim Məsləhət Komissiyası tərəfindən Forma 88 sənədi tərtib edilərkən şəxsin kimliyini müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır və elektron sənəd Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əlillik alt sisteminə göndərilir. Nazirliyin tibbi sosial ekspert komissiyalarının həkimləri tərəfindən vətəndaş ekspert ünsiyyəti olmadan elektron sistem üzərindən qiymətləndirilmə aparılaraq qərar barədə vətəndaşa SMS göndərilir.